İkinci Dünya Müharibəsində Alman faşizmi üzərində əldə olunan qələbədən 80 il ötür. Bu qələbənin qazanılmasında Azərbaycanın da xüsusi rolu və payı var. Çünki xalqımız cəbhəyə 600 mindən çox övladını yola salmışdı. Bunlardan biri də Astaranın Penser kənd sakini İzzət Nəhmətov idi. Müharibənin davam etdiyi illərdə Azərbaycanlılardan ibarət yaradılmış diviziyaların tərkibində döyüşən İzzət Nəhmətov bəşəriyyətin ən qanlı və dəhşətli illərini xatırladıqca bəzən kədərlənir, bəzən də qazanılan qələbənin sevinç hissi onun üzünü güldürürdü. 43-cü ilin sentyabrından ayı asker apardılar. 25 gün təlimdən sonra bizi apardılar müharibəyə. Döyüşə bir yoldaşım vardı, sıra peroni vardı. Ben onda Budda yaralandım. İzzət Nəhmətov deyir ki, bu qələbənin əldə olunmasında Azərbaycanın igid övladları qəhrəmanlıqlar nümayiş etdiriblər. Onların davamçıları isə erməni faşizmini məhv etdilər. Torpaqlarımızı yağı düşmənin tapdağı altında qoymadılar. Qeyd edək ki, 2-ci Dünya Müharibəsində 5612 astaralı iştirak edib. Onlardan 1064 nəfəri həlak olub, 827 nəfəri isə itkin düşüb.